Qərbi Azərbaycan Festival Konqresi 2 gün ərzində Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində təşkil olunur. Həm Naxçıvan şəhərində, həm Naxçıvan rayonlarında təşkil olunur. Birinci Qərbi Azərbaycan Festival Konqresi Naxçıvan şəhərində təşkil olunmuşdur. İkinci Qərbi Azərbaycan Festival Konqresi Zəngəzur Milli Parkında, Atabat yaylağında, Şahbuz rayonları arasında təşkil olunmuşdur. Eyni zamanda biz birinci günü Atabatda, ikinci günü isə Naxçıvan şəhərində davam eləmişdi. Bu il Qərbi Azərbaycan Festival Konqresi Ordubad rayonları ərazisində təşkil olunacaq və 2 gün ərzində həm konqres, həm festivalın rayonun mərkəzi hissəsində tarixi abidələrin yaxınlığında açıq havada keçirilməsi planlaşdırılır. Rektor qeyd edib ki, əvvəlki festival konqreslər müxtəlif formatlarda 17 mindən çox iştirakçısını əhatə edib. Bu il keçiriləcək tədbirdə isə daha çox iştirakçısının olacağı gözlənilir. Belə ki, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən tədqiqatçılar, universitet nümayəndələri, millət vəkilləri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri Qərbi Azərbaycana qayıdış mövzusunda keçiriləcək festival konqresə qoşulacaq. Əsas məqsədimiz alimlərlə, tədqiqatçılarla birlikdə uzun müddət tədqiqatçıların qismən diqqətindən kənarda qalmış mövzuları, xüsusilə Qərbi Azərbaycanla bağlı mövzuları təbii ki, müxtəlif aspektlərdən araşdırmaq, tədqiqatçıların qəbul edilmiş məqalələrini yayınlamaqdan ibarətdir. Bu dəfə bizim festival konqresin 8 istiqamət üzrə konferansların keçirilməsi nəzərdə tutulur. İlk dəfə rəqəmsal dünya və Qərbi Azərbaycan mövzusu əlavə olunubdur. Konqresin istiqamətlərinə. Burada da əvvəldən də qeyd elədiyim kimi rəqəmsal platformalarda tarixi yaddaşın qorunması, Qərbi Azərbaycan tarixi abidələrinin 3D modelləşdirilməsi, rəqəmsal arxivlər və sənədlərin sistemləşdirilməsi, köhnə xəritələrin və toponimlərin rəqəmsal bazası, virtual muzey və interaktiv sərgilər, Qərbi Azərbaycana dair şifahi tarixi layihələrin rəqəmsal platformalarda toplanması kimi mövzular bu il bizim festivalın yeniliyi olacaq. Rektorun sözlərinə görə bu ilki festival konqres əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənəcək. İlk dəfə olaraq Qərbi Azərbaycanın zəngin saz söz ənənələrini yaşadan aşıqların iştirakı ilə xüsusi aşıq məclisi təşkil olunacaq. Bu ilki tədbirimizə biz Azərbaycan Aşıqlar Birliyini dəvət eləmişik və Qərbi Azərbaycan əsilli aşıqlarımızın ifasında biz mədəniyyət tədbirində yeni Qərbi Azərbaycan mahnılarının, aşıq sənət nümunələrinin şahidi olacağıq. Daha bir yenilik isə virtual reallıq texnologiyası vasitəsilə iştirakçılar Qərbi Azərbaycanın tarixi yurd yerlərinə, yaşayış məntəqələrinə və mədəni abidələrinə virtual səyahət etmə imkanı əldə edəcəklər. İştirakçılar mənsub olduğu, anadan olduqları, yaşadıqları, oxuduqları kəndləri xəritə üzərindən viral gözlüklərlə virtual səyahət edə biləcəklər və bu bizim əsas məqsədimizdir ki, ən azından bu həm bir emosional, həm də eyni zamanda tarixi yaddaşımızın bərpası baxımından buna biz xüsusi fikir verəcəyik. Tədbir çərçivəsində elmi konferanslar, Qərbi Azərbaycana həsr olunmuş yeni nəşrlərin təqdimatı, bu əzəli yurd yerinin tarixi şəxsiyyətlərini əks etdirən heykəltaraşlıq və digər üslublarda sərgilər, folklor təqdimatları, milli mədəni proqramlar və müxtəlif istiqamətlər üzrə təqdimatlar keçiriləcək. Əsas məqsəd Qərbi Azərbaycanın tarixi həqiqətlərinin elmi əsaslarla araşdırılması, milli mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Qərbi Azərbaycan Qayıdış Festival Konqresi öz ətrafında maraqlı bir platformanı qura biləcək. Qərbi Azərbaycan həqiqətlərini, tarixi həqiqətlərinin ortaya çıxmaq üçün alimlərimizin, tədqiqatçılarımızın məruzələri və təqdimatlarından biz gənclərin və bu sahədə ciddi məlumata ehtiyacı olan bizim əhalinin maariflənməsində yaxından iştirak edə biləcəyik. Mən bütün iştirakçılara uğurlar arzulayıram və inanıram ki, bu tədbirimiz də bundan öncəki tədbirdə olduğu kimi uğurla başa çatacaq. Samiq Nuriyev, xanım Rüstəmzadə, Cəmil Məhərrəmov, NTV Xəbər.